Salam əziz dostlar. Əvvəldə deyim ki, bizim əslən din və məzhəbə görə işimiz yox. Və bu postda libasa görə danışırıq. Bu klipdəki əkslər hududu 100 ila 120 il qabağın əksləridir. Ki, ruhaniyyətdən salınıbdır, amma bunlar şiə ruhaniyyəti deyirlər. Bunlar Yahudi xaxamlardır. Nəzərinizə biraz əcib xərib bir iş deyil. Salib buradır ki, o dönəmdə şiə uləmaları da tamam əkslərinə baxsaq, dəqiqən bu əba və əmmamə varlarıdır. Bu klipdə mən bir tədad əks gətirmişəm. Əks çox idi, amma zaman yox idi. Ona xatir məhdudiyyət var. Bu əkslərin bəzisinin Ernest Holster Yahudi ki, o zaman tanınmış əkkaslardan idi, 1881 miladi hududunda İrana gəldi. Və hududən 20 il İranda və İsfahan şəhərində qaldı. Və bu əkslərin çoxu onun yadigarıdır ki, bugünkü gün çox həqiqətləri aşkar eləyir. Bugünkü bu libası Peyğəmbər və imamlara rəbt verirlər və mallaların inhisarındadır və deyirlər ki, bu libasa tohin eləmək bərabərdir tohin bir əimməyə tar və Peyğəmbərə əzimmişəm. Burada bir sual yaranır. Məgər Peyğəmbər və oğladı ərəb deyirlər və ərəb fərhəngi ilə böyüməyiblər. Niyə bu əba və əmmaməni biz ərəbi keşvərlərdən məsələn Ərəbistan, Yahuzi, Xəlici Fas ya Şimali Afrikada həmən bu tarixlərdə görmürük. Nə cür olub İran özü ki ziddi ərəbdir, bu əba və əmmamədən Peyğəmbər və oğladının adına istifadə edir. Ərəblərin fərhəngində bu əba və əmmamə yoxdur. Dərəsl bu libas İranda təalluqu var Xaxamhay Yahudiyə qarni 19-da və 20-də. Əlavə Yahudlardan bu əba və əmmaməni Hindi zərtoşdilər və o zaman tacirlər də giyirmişlər. Pəs bu libasın heç günə irtibatı İslam və Peyğəmbərə və oğladı Peyğəmbərə yoxdur.